Uşaqlar, biz ümumiyyətlə həzm dedik ki, əslində həzm mürəkkəb fizioloji prosesdir. Əlbəttə ki, bunun əsasında fiziki qidanın çevrilməsinə yanaşı, əsasında çox böyük kimyəvi dəyişkənlik parçalama dayanır. Kimyəvi dəyişkənlik təbii ki, səbəb olan fermentlərdir. Fermentlərin yerlərini, yaranma yerlərini, yəni sintez edildiyi yerlərlə yanaşı, onların funksiyalarını və nəyi daha dəqiq parçalandığını bilmək lazımdır. Yoxsa biz artıq belə deyək də, yəni həzm haqqında heç bir bilgiyə sahib olmarıq. Yaxşı, birinci başlar ağızda. Mən ağızdan bayaq sizə dedim də, dedim ki, nə olurdu? Qida fiziki kimyəvi çevrilməyə baş verirdi, fiziki dişlərin hesabına, kimyəvi də ağız suyu dərzlərinin hesabına. Məzildə mən bayaqları dedim. Amma demədik ki, ağızda hansı qidalar çevrilməyə məruz qalır? Ağızda yadınızda saxlayın. Pitialin var idi, bayaqları mən vurğuladım da. Və ağızda ilkin olaraq yalnız və yalnız karbohidratlar, yəni polisaxaridlər parçalanır. Disaxaridə yadınızda saxlayın. Ağızda uzun müddət, əgər biz şəkəri saxlayarıqsa da, yəni çörək parçasını saxlayarıqsa da, ağızda çörəyin bir müddətdən sonra şirinləşməsini hiss edə bilərik. Amma deməli bu nə deməkdir? Bu monosaxaridə qədər parçalanma deməkdir. Amma biz qidanı uzun müddət, axı çeynəmə uzun müddətli bir proses olmadığına görə biz qidanı bir müddətdən sonra nə edirik? Sürətlə uduruq, düz deyilmi? Ona görə də qida ağızda uzun müddət qalmadığına görə polilərin diyinin monosaxaridə qədər çevrilməsi baş vermir. Yəni maksimum sayda əksər vaxtı çox vaxtı disaxarid qədər parçalanır. Deməli nə oldu uşaqlar? Polisaxarid nəyə qədər parçalandı? Disaxaridə qədər. Yadınızda saxlayın. Disaxaridlərdə nadir hallarda monoya qədər parçalana bilər. Amma yenə deyirəm ki, qida ağız boşuna az müddət qalırlar. Ondan sonra qida borusu ağızdan hara ötürülür uşaqlar? Qida borusuna, bilirsiniz ki, qida borusudakı 20 sm, 20-25, bəzi insanlarda daha təbii ki, uzun olur. Sayı zərədən təşkil olunmuşdur. Qida əgər sıvıdırsa da, yəni maye formasındasa daha sürətli mədiyə doğru hərəkət etmiş olur. Təbii adi məsələ, bərkdirsə də necə olacaq? Daha asta sürətlə aşağı doğru enmiş olur. Və qida borusu tamamilə sayı zərədən, yəni belə deyək də, əslində 3 hissədən ibarətdir, həzm traktı. Çöldən sıx birləşdirici, ortası saya əzələ qatı, içərisi isə selili qışada, yəni epitel toxumasından təşkil olunmuş, selili qışadan təşkil olunmuşdur. Epiteli toxuma ona görədir ki, orada seli ifraz edir ki, qida neyləsin? Rahatlıqla sürüşə bilsin. Anlaşılır mı? Saya əzələ ona görə ortasındakı həmin belə deyək də, qida borusunun peristaltik hərəkəti, yəni dalğavari hərəkəti sayəsində qida çox rahatlıqla ağızdan mədəyə doğru nə olur? Evakuasiya, yəni qovulmuş olur. Gəldi çıxdıq uşaqlar mədəyə. Mədənin özü ümumiyyətlə həzm traktının ən genişlənmiş şöbəsi idi. Ortalama həcmi 0,5-dən 3-4 litrə qədərdir. Əvvəllər rəqəmlər fərqli verilirdilər. Qida mədədə 4-8 saatə qədər qalmış olub. Bu bəzi yerdə gendirən fərqli rəqəmlər olub. Bu bəzi yerdə gendirən fərqli rəqəmlər verilir, amma son rəqəmləri mən sizə deyirəm. Mədə də yenə deyirəm ki, 3 qışadan ibarət idi, amma ortasında olan saya əzələn özü də 3 yerə bölünür. Deməli, həlqəvi əzəllər, uzunlu əzəllər, köndələn və boylama əzəllər. Bu ona görə belədir ki, qida mədənin içərisində qaldığı sürədə qida o həmin əzələrin hesabına mədənin içərisində çalxalansınlar deyənə. Başa düşdünüzmü? Yəni qidanın axı mədənin içərisində diş falan yoxdur, axı qidanın rahatlıqla əzəl bizim. O əzələrin hesabını nə edir? Qidanın içərisində rahatlıqla çalxalayır və fermentlərin həmin qida horasına rahatlıqla düşməsini edir, təmin etmiş olur. Mədənin özündə deməli əsas əlavə və örtü hüceyrələri var. Əlbəttə bu hüceyrələrin hərəsində özünə məxsus funksiyaları var. Əsas hüceyrələr ferment ifraz edir. Mədədə olan fermentlər hansılardır? Yadınızda saxlayın. Mədədə yalnız və yalnız süd zülalları və bir də deməli süd yağları parçalanır. Qalan heç bir birləşmə parçalanmır. İşıq zəngdəmsiyəndə bir də deyirəm, mədədə nə parçalanır? Süd zülalları və süd yağları. Süd zülalları yadınızda saxlayın. Süd zülalları deməli ximozinin hesabına nə? Hansı ferment? Ximozin. Ximozin nəyi parçalayacaq uşaqlar? Süd zülallarını. Süd nəyini? Zülallar. Südün tərkibində olan zülallar var. Həmin zülallar nəyə qədər parçalayacaq uşaqlar? Amin turşularına qədər. Əslində çox vaxtı sadə zülallara qədər parçalanır. Sadə zülallara qədər. Yadınızda saxlayın. Bəzən hətta amin turşularına qədər parçalanma gedə bilərlər. Bunu hansı ferment elədi uşaqlar? Ximozin elədi. Bir də süd yağları deyilən yağlar var. O, yəni deyirəm, ana südün tərkibində olan yağları və digər süddə tərkibindəki olan yağları, yəni lipidləri nəyə qədər parçalayır? Gliserinin yağ turşusuna qədər. Amma hansı ferment? Fermentin adı nədir uşaqlar? Lipaza. Deməli, lipaza nə edirdi? Süd yağlarını, bir də vurğulayıram, süd yağlarını, bunlar diqqətli olun, süd yağları nəyə qədər parçalayır uşaqlar? Gliserin, bir də nəyə? Yağ turşularına qədər parçalanmış olur. Anlaşıldı mı? Yəni, daha mədədə başqa özü birləşmələr parçalanmır. Yadda saxlayın. Deyəcəksiniz ki, mənim, ağızdan siz deyirsiniz, disaxaridlər qaldı.
mədədə disaxaridləri parçalayan, yəni parçalayan ferment yoxdur. Yəni mədədə karbohidrat çevrilməsi olmur. Nə zaman ola bilər? Əgər qida ağız kütləsində horra formasında udulubsa, mədə fermentləri onun içərisində, mərkəzinə doğru hərəkət edənə qədər içərisində ağız suyu qaldığı sürədə ola bilər parçalanma. Amma ağız suyu tamamilə tərkibini parçalayır və mədə tamamilə onun içinə doğru nüfuz etdisə də, ağız suyunun fermentləri nə edir? Bloklayır. Anlaşıldı mı? Yalnız mədə fermentləri işə düşmüş olur. Ümumiyyətlə yadınıza saxlayın ki, mədə bədənin ən temperaturunun yüksək olduğu nöqtədir. Yəni bədən temperaturunun 1-2 Selsi artıq olan bir yerdir. Mədədə temperatur əgər aşağı və yaxud yüksək olarsa, mədədə olan fermentlər bloklanır, inaktiv vəziyyətə düşür və fermentlər mədədə fermentlər 3 halda ola bilərlər. Yəni 3 halda fəaliyyət ola bilərlər. Temperaturun optimal olan mühit olduqda, pH-ın 1.5-2 olduğu təqdirdə və fermentlərin öz fəallığını saxladığı təqdirdə. Yəni bu 3 dənə sistem mövcudsa da mədədə həzm prosesi getmiş olacaqdır. Anlaşıldı mı? Yəni pH aşağı da düşəndə, pH həddən artıq yüksək olanda yadınıza saxlayın ki, fermentlər fəaliyyət göstərə bilməzlər. O pH nə üçün idi? pH həmin fermentlərin fəallaşması üçün olan sistemdir. Yəni o fermentlər boş-boşuna işə düşə bilməzlər. Fermentlərin fəaliyyəti üçün mütləq nə tələb olunur? Turşu tələb olunur. Bəs həmin turşuların nə sintez edir? Turşular H-xlor turşusudur, bizim bilirik. Və sual verəcəksiniz ki, müəllimə, niyə görə H-xlor mədənin selülik qışasını yandırmır? Axı bütün zulaları əridir, nə bilim, bunları dağıtdığı halda da niyə mədəni dağıtmır? Mədənin, deməli, belə deyək də, səthi tərəfindən sintez edilən selik kütləsinə H-xlor çatanda həmin H-xlor neytrallaşır və səthinə neytrallaşmış kütlədə mədən selülik qışasını edə bilməz, dağıda bilməz. Amma ortasında nə baş verirdi? H-xlorun, yenə deyirəm ki, pH-ı 1.5-2-yə qədər yüksəlirdi. Yəni bu çox böyük bir rəqəmdir. İndi uşaqlar düşərəm deməli hara? Bağırsağa. Ümumiyyətlə bir şey yadımdan çıxdı deməyəm. Mədən özü girəcəyində də çıxacağında da sfinkter var. İndi şəkillə biz onu göstərərik. Girəcəyində olan sfinkter qida borusundan qida düşdüyü təqdirdə açılır. Çıxacağında da sfinkter nə zaman açılmış olur? Mədə də qida tam parçalandıqdan sonra hissə nazik bağırsağa doğru nə olur? Evakuasiya olunan vaxt açılır. Yoxsa belə durduğu yerdə açıla bilməz. Deməli, mədənin hüceyrələr tərəfindən nə sintez edilir? Fermentlər, H-xlor və bir də selik. Selik neytrallaşdırırdı H-xloru. Fermentlər üzü birləşmələri parçalayırdı. Bir dənə qaldı. H-xlor da dediyim kimi fermentlər nə edirdi? Aktivləşdirir və bir də mikroblar nə edirdi? Məhv etmiş olurdu. Bağırsaq isə uşaqlar ümumiyyətlə həzmin ən mürəkkəb yeri yadınıza saxlayın, nazik bağırsaqdır. Ümumiyyətlə bağırsaqlar bölünür 2 yerə, nazik və yoğun bağırsaq. Nazik bağırsağın özü də bölünür 3 şöbəyə. 12 acı, qalça. 12 acı qalça, yoğun bağırsaqda bölünür 3 yerə, kor, çəmbər, düz. Çəmbərin əslində ali məktəb dərsliklərində bir neçə şöbəyə bölünür. Onlar mənə təbii ki, lazım deyil. Mən nazik bağırsaq haqqında geniş məlumat verəcəyəm. Nazik bağırsaq ümumiyyətlə yadınızda saxlayın ki, 1 kvadrat santimetrində 2500-ə qədər xov var. Hər xovun tərkibində də 1000-ə qədər mikroxovcuqlar var. Həmin mikroxovcuqlar da adəti üzrə nə edirdilər? Üzü birləşmələr parçalandıqdan sonra onların sorulmasını nə edir? Təmin etmiş olur. Siz yəqin, kitablar yəqin bu şəkil görmüsünüz. Bunun funksiyası nədən ibarət edir? Baxın uşaqlar, nazik bağırsaqda qida parçalandıqdan sonra həmin bax bu belə deyək də mikroxovcuqlar tərəfindən nə olurdu? Sorulurdu. Əslində sorulma bilirsiniz də, yəni ki, nə olurdu? Sorulurdu. Əslində sorulma bilirsiniz də, yəni ki, fizioloji proses olsa da əslində çox mürəkkəb bir reaksiyanın cəmindən ibarət idi. Hər bir mikroxovun dibində, deməli, gördüyümüz kimi qan kapillərləri başlanğıc götürür, bir də limfalar başlanğıc götürür. Limfaya yadınızda saxlayın, yağlar, amma qan kapillərlərinə isə vitaminlər, sular və bir də ki, monomer birləşmələr. Monomerlər də hansılardır? Zülallar dedim ki, amin turşularına qədər parçalandıqdan sonra sorulur. Yağlar. Yağlarla işiniz yoxdur, əslində yağlar biraz başqa cür olur. Yağlar gliserin yağ turşusuna parçalansa da, sonradan belə deyək də, xovlar tərəfindən sorulandan sonra xovların membranların içərisində təzədən gliserin yağ turşusu yenidən birləşib yağları yaradır, insana mənsub olan yağlar. Sonra sorulur limfaya. Anlaşıldı mı? Bir də nə qaldı orada? Karbohidratlar da dedim ki, monosaxaridlərə qədər parçalanır, sonra sorulur. Yəni, sorulma o zaman gedə bilər ki, polimer birləşmələr monomerə qədər parçalanır və həmin mikroxovcuqların membranları tərəfindən sorulur. O vaxta qədər qətiyyən sorulma gedə bilməz. Çünki yenə deyirəm, ölçüləri mikroxovların ölçüsündən kiçik olmalıdır ki, sorula bilsin. Anlaşıldı mı? Bax bu belə. İndi mən başlayıram nazik bağırsağı. Nazik bağırsaq bayaqla dedim ki, mürəkkəb, deməli, həzm traktının ən mürəkkəb yeridir. Burada nəyə vurğulamaq istəyirəm uşaqlar? Nazik bağırsaqda, deməli, mən bunu bu cürə çəksəm, peki bunu nazik bağırsaq izah edeyim.